Qur'an-ı Kərim haqqında biliklərini sınamağa hazırsanmı? Qur'anın incəlikləri haqqında maraqlı suallarla qarşınızdayıq. Başlayaq. Cəhənnəmin qapıçısının adı nədir? Doğru cavab Malik. Bu adlardan hansı biri Həzrəti Muhammedin qızlarının adlarından deyil? Doğru cavab Ummu Sələmə. İslamda ilk tabut kimin üçün düzəldilmişdir? Doğru cavab Xanım Zəhra Sələmullahi əleyhə. Əqiqə nəyə deyilir? Doğru cavab uşaq doğularkən kəsilən qurbana. Hansı surənin bütün ayələri sin hərfi ilə bitir? Doğru cavab Nas surəsi. Bu adlardan hansı biri Həzrəti Muhammedin övladlarının adlarından deyil? Doğru cavab Əhməd. İmam Kazım əleyhissalam neçə yaşında şəhid edilib? Doğru cavab 54. Neçə suala düzgün cavab verdin? Bizi izlədiyiniz üçün duaların ən gözəli sizin və ailənizin üzərinə olsun.